Ziyarət, zara sözü, yəni meyillənmək, vücudunla o tərəflərə hərəkət eləmək, ucalmaq, yüksəlmək. Mən gəlirəm, bu cümlələr deyirəm. Yəni, biz qəbul edirik səni. Təəssüf bəzi sıradan insan kimi baxdı. Elə o dönəmdə də, bu dönəmdə də. O dönəmdə siz təsəvvür edin ki, Həzrət Fatimə salamullah aleyha fədəyi istəyəndə nə dedilər? Dedilər ki, şahid gətir. Hələ mən o tərəflərini istəmirəm, fikri baxımdan oturaq, danışaq. Şahidi o tərəf gətirməlidir, xanım Fatimə yox. Hər halda elə xanım Fatimə ilə şahid gətir. Yəni, sənin sözünün təsdiqi üçün şahid gətir. Bu xanım üçün deyilən söz deyil ki. Ona şahid istəyərlər. Xanım Fatimə nədir? Getdi 2 nəfəri gətirir. Əmirül-Müminin Ümmü Əymən. Əleyhissalamı qəbul eləmirlər. Niyə qəbul eləmirlər? Deyirsin, o niyə qəbul edir ki? O öz mənfəətini nəzər bildirəcək. Özlərinə aiddir. Çıxartdılar Əleyhissalamı qoydular kənara. Görünən o da yenə imam kimi səni tanımır. Təsdiq eləmir də sən imamətini. Eşitdik, yəni mənası budur. Eşitdik Qədir Xumda Peyğəmbərdir, sən mövlasan, vəlisən, biz qəbul eləmirik bunu. Nozunu eşitdik. Təsdiq mərhələsində keçmədik. Qəbul eləmirik sən. O Əli ki, Əmirül-Müminin ki, Əl-Həqqu mə'aliyyin vəl-əliyyun mə'l-həqq. Əli haqladır, haqq Əli iləndir, deyir, onu qəbul eləmirik. Peyğəmbər Əbazar dedi, Əbazar gördün, cəmaat, dünya, hamı bu tərəfə gerir, Əli bu tərəfə düş, Əmirül-Müminin dağıcıdır. Biz bunu qəbul eləmirik. Ümmü Əymən niyə qəbul eləmirik? O da əcəmdir. Ərəb deyildi, kənardan gəlmişdi. Ümmü Əymən kimdir? Ümmü Əymən Həzrət Fatimə tarixdə 3 dənə xanım ələdə xüsus deyirlər. Biri Fizzədir, biri Əsmadır, biri Ümmü Əyməndir. O Ümmü Əymən 3 xanımdan biridir. Ümmü Əymən kimdir? Ümmü Əymən Peyğəmbər uşaq olanda analıq eləyib ona. Uşaq olanda analıq eləyib.